Xroniki stres, qeyri-kafi yuxu, depressiya və yüksək xolesterol kimi bir çox faktor beyin sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəssislər yaşın da beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirir və 30 yaşdan sonra beynin həcmini itirməyə başladığını təsdiqləyirlər. Bəs həqiqətən də 30 yaşdan sonra beyin kiçilirmi? Məsələ ilə bağlı 124 aza açıqlama verən professor Adil Qeybulla deyib ki, yaşlaşdıqca insanda destruktiv, degenerativ, o cümlədən də atrofik proseslər başlayır. Atrofi geri inkişaf deməkdir, reqresdir. Yəni bu əslində beyin cərlərində, sinir cərlərində, əzələ kütləsində, sümüklərdə və s. üzrən göstərir. Və təbii ki, insandan sonra qığırdaq cərlərində insan boynunun özünün azalması, bədəndə deformasiyalar hamısı buna bağlı. Beyin atrofiyası da hal-hazırda geniş yayılmış proseslərdən biridir. Bir şey nəzərə almaq lazımdır ki, əgər beyində hər hansı bir autoimmun proseslər getməyibsə, degenerativ proseslər getməyibsə əlavə olaraq, onda neyronların miqdarı insan idarə etmək üçün yetərli olur. Professorun sözlərinə görə son vaxtlar sinir degenerativ xəstəliklər, polinevropatiyaların sayı artır. Bu isə insanların erkən olaraq sosial və intellektual sferadan təcrid olunmasına gətirib çıxardır. Təəssüflər olsun ki, son vaxtlar müxtəlif sinir degenerativ xəstəliklər, polinevropatiyaların sayı artmaqdadır və bu da Alzheimer xəstəliyinin digər xəstəliklərin sayının artması da əlbəttə insanların erkən olaraq intellektual və sosial sferadan təcrid olunmasına gətirib çıxarır. Bütövlükdə bu proseslərin qarşısı alınmazdı, amma sağlam həyat tərzi sürdükdə insan orqanizminin fizioloji resursları 100 yaşın üzərindədir. Təəssüflər olsun ki, fiziki aktivliyin yetərincə olmaması, qeyri-adekvat qidalanma, streslər buna imkan verir. İstənilən bir canlıda, yəni canlı orqanizmlərin hamısında atrofik, degenerativ proseslər əslində fizioloji bir gedişdir, fizioloji prosesdir və bu proseslər müxtəlif xəstəliklərin fonunda daha da güclənə bilər.